Əsnad, deməli median nədir? Mövzumuz başdan ayağa mediandır. Bax, ortalama bir 10 dənəyə yaxın məsələ var göndərmisən. Hamısı mediandan belə deyim, bəhs edir. Bir dənə qaydanı bilsək, hamısını həll edə biləcəyik. Median nə deməkdir? Median üçbucağın təpəsindən, təpəsi bilirik də nədir? Başından. Yəni bizim təpəmiz, başımız nədirsə, üçbucağın da təpəsi odur. Üçbucağın təpəsindən qarşı tərəfə endirilən düz xətt. Amma bir şey var, derinə qarşı tərəfin ortasına endirilən düz xəttdir. Yəni buranın ortasını tapırıq. Məsələn, bura 6 sm-dir. Bax, buradan bura. Düzdürmü? 6-nın ortası neçə eləyir? Ortadan nöqtəmi, xəttimi çəkdim. Oldu nə? 3 bura, 3 də bura. Düzdürmü? Düz ortası bura oldu. Bura bir dənə D deyək. Bu təpə ilə bu nöqtəni birləşdiririk. Bax, bu BD olur nə? Median. Aydındır. Üçbucağın təpəsi ilə qarşı tərəfin, yəni oturacağın ortasını birləşdiririk. Aşağı nədirsə, həmin yerin belə deyim, ortasını tapırıq, birləşdiririk. Başqa elə bir şey yoxdur. Bu eyni zamanda digər tərəflər üçün də keçərlidir. Məsələn, üçbucağımız belə verilib. Yəni ABC işarə eləyək. Bu dəfə buranı məsələn 10 verir, 10 sm. Deyir A təpəsindən çəkilən median. Düzdür? A təpəsindən, bax hansı təpədən deyirsə o təpəyə baxıram. B deyirdi, B-yə baxdım. Düzdür? A deyir, A-ya baxıram. A-dan çəkilmiş median. Buranın ortasını tapdım. Onun yarısını eləyir 5. Ortasını tapdım. Buradan bura, buranı D ilə qeyd elədim. Buradan bura, bax buradan bura 5 sm. Bu nöqtədən də bura yenə də 5 sm. Mütləq şəkildə bərabər bölürük. Medianın özəlliyi odur. Yarıya bölür. Buradan buranı birləşdirdik. AD medianını nə etmiş olduq? Çəkmiş olduq. Eyni qayda ilə bu digər təpə üçün də keçərlidir. Hansı ki, yeni qeyd edərik ABC. Buranı verər məsələn 8 sm. Fərz eləyək. Biraz böyüdək, 18 sm deyək, biraz böyük ədəd versin. Yenə deyir, indi C təpəsindən çəkilən median. Düzdürmü? C-dən çəkilən, o zaman C-nin qarşısındakına baxacam. Hamısının bax qarşısındakına baxıram. Düzdürmü? Bax, burada qarşısına baxdım. Buradaydı, qarşısına baxdım. Düz qabağına baxıram. 18-dən ölçürəm. Yarısını eləyir. Buradan bura 9 sm. Nöqtəmi qoydum D. Buradan da bura 9 sm. Bura ilə buranı birləşdirdik. Oldu nə? CD. Oxuyanda da təpədən oxuyuruq adətən. CD medianını da çəkmiş olduq. Median izahı bu qədərdir. Sadəcə təpə ilə, deyilən təpə ilə, göstərilən təpə ilə düz qarşı tərəfin, bax qarşı tərəfin ortasına birləşdiririk. Deyirik ki, təpədən qarşı tərəfin ortasına, yəni oturacağı mərkəzinə, ortasına çəkilmiş düz xəttdir. Tamam mı? Bax, gəlin nümunə olaraq məsələlərdən birinə baxaq. Deyir ki, üçbucağın deməli medianı verilibdir. Buna əsasən CD-ni tapacağıq, bax buranı tapacağıq, AC-ni tapacağıq, AC buranı tapacağıq, bir də ki perimetri tapacağıq. Hansı ki biz artıq bilirik median nədir. Bax, B-də median verilib, düzdür? Median verilibsə deyirik ki, təpədən qarşı tərəfin ortasını birləşdirir. Qarşı tərəfin ortası deyirsə, deməli buradan bura 6-dırsa, buradan burada 6 olmaq məcburiyyətindədir. 6 sm. Buradan tapdıq ki, CD bərabərdir nədir? 6 sm. Çünki mediandırsa, qarşı tərəfin ortasını birləşdirirsə, B-dən başlayaraq, bura 6-dırsa, burada 6 olmalıdır. Qaldı AC. AC-yə baxaq. AC nədir? Bütöv bunun hamısı. Bura 6, bura 6. AC olacaq nə? 6 üstə gəl 6, yəni ümumi bura olacaq 12. Düzdür? 12 sm. Perimetr istəyir bizdən. PABC. Üçbucaq PABC. PABC perimetr nədir bilirik? Perimetr bilirik ki, bütün tərəflərin uzunluqları cəmidir. Baxaq tərəflərimizə. AB düzdür? Yəni 9 üstə gəl AC. Yəni 12 üstə gəl. Bir dənə bax 11.
Dedim bax bura, bütün kənarda, qıraqda gördüyüm nə qədər uzunluq var hamısını yazıram. Orta ilə işim yoxdur. Perimetr tapıramsa mənim işim qıraqlarlandır. 9, 12, 11. Hamısını topladım. Eləyəcək neçə? 9-un üstünə 11 elədi 20, onun da üstünə 12 elədi nə? 32 santimetr. Aydındır? Digərləri də eyni qaydanın. Heç bir çətinlik yoxdur. Yaz sualın olsa mütləq bir şəkildə soruş, heç bir problem yoxdur, amma qaydamız çox sadədir. Təpədən başlayır, qarşı tərəfin ortasını birləşdirir mütləq bir şəkildə. Buradan bura nə qədərdirsə, buradan burada o qədər olmalıdır.